ABŞ Meksikada qartellərə qarşı quru zərbələrinə başlayacaq. ABŞ prezidenti Donald Trump Fox News-a müsahibəsində bildirib ki, Meksikada narkokartellərə qarşı quru əməliyyatları planlaşdırılır. Kartellər Meksikaya nəzarət edir. Bu ölkənin bu hala düşməsi çox üzücüdür, deyə Trump vurğulayıb. ABŞ liderinin sözlərinə görə hər il ABŞ-da narkotiklər səbəbindən 250-300 min insan həyatını itirir. The cartels are running Mexico. It's very, very sad to watch and see what's happened to that country. But the cartels are running and they're killing 250, 300,000 people in our country every single year. The drugs, it's horrible. It's devastated families. You know, you lose a child or a parent. I mean, parents are dying too with drugs. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalan.